Bu qida məhsulları öskürən uşağa əsla verilməməlidir. Əgər sizin uşağınız xəstədir və hal-hazırda öskürəyə qarşı müalicə alırsa, müəyyən qidalar onun boğazını qıcıqlandıraraq öskürək tutmalarının say baxımından artmasına səbəb ola bilər. Çox şirin, duzlu, turş, acılı, yəni istiotlu və ədviyyatlı qidalar öskürəyi artıra bilər. O cümlədən paketli qidalar və həmçinin çipslər və suxariklər öskürək müalicəsi müddətində uşağa əsla verilməməlidir. Şokoladın özü və yaxud tərkibində şokolad olan, kakao olan istənilən məhsul uşağa öskürəyi olduğu zaman verilməməlidir. Qazlı içkilər şirin olub olmamasına asılı olmayaraq qazlı içkiləri vermək olmaz. Təbii şirələr həmçinin boğazı qıcıqlandıraraq öskürəyi artıra bilərlər. Çərəzlər növündən asılı olmayaraq istənilən çərəz uşağın boğazını cızaraq daha çox öskürməyinə səbəb ola bilər. Və sitrus meyvələr. Nə qədər xeyirli olsa da, sitrus meyvələrdə müəyyən dərəcədə allergik reaksiya verə bildiklərinə görə və boğazda qıcıqlanmanı artırdığına görə təəssüf ki, öskürək zamanı uşaqlara verilməməlidir.